Deməli bizə burada cədvəl verilib. Cədvəldə maddə verilib. Alkindir, birli 3 dənə, ikili 2 dənə, üçlü də 1 dənə. Deməli bizdə cəmi 6 karbonumuz var. 6 C'miz var bizim maddədə. Və deyir ki, bu alkindir və gümüş peroksid amoniakla məhlul reaksiyaya daxil olmur. Deməli bu R1 və R2 bildiyimiz radikallardır. Və bizə nə deyir orada? Formulunu soruşur. Yəni ikili 2 dənə var, deməli budur. Mən üçlü bir dənə var. Bir dənə üçlü karbon yazacağım. Bu üçlü karbonumuz oldu. C, 3 qat C. 2 dənə ikili yazdım. Bir dənə üçlü, 3 dənə də birli olanda belə olur. CH3. Bu maddə düzəldi formulu. 1, 2, 3, 4, 5 karbon, 6 karbonumuz var. Və bu formada yazırıq biz bunu. Deməli formulu yazdım. Biri bu. Bir də nə soruş deyir bizə? Radikallar maddənin formulunu yazdım. Səmərəli sulla. Səmərəli sulla 3 qat rabitələr bizim asetlenimiz idi. Kənarda qalan metil və izopropilli. 2-də olur metil, izopropil, asetilin. Cavabımız bu olacaq. Formul və adı. Tam bal almaq üçün. Situasiya sualdır birinci qruplarda.